Yayımın baş sponsoru Bizon, xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, QX Mənşət Texnikası, sponsorlar Oxu Tədris Mərkəzi, Permalit Boyaları. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, keçələr yolları boşdur, kənd havası təmiz insanlara xoşdur. Kənd havası, gülər sadə adamlar, balam kənd havası sizi hörmətlə salamlar. Görmüşəm gülüm səndə, üzüm gülür biz görüşəndə. Yazda çiçək, qışda nizar gözləyirik. Qəmər! Mənim telefonuma zəng gəlir, onu gətir bura. Qoşqar! Ay bala, telefon çağırıraq, onu gətirin bəri. Hay at ondan sənin, mən özüm deyirəm, özüm eşidirəm, fikir ver. Bunlar nə təl adamdır, bunlar nə... Bir dəqiqə yani. Vay vay vay, telefon cibimdədir. Buradan buraya eşitmirəm. Şalvarı ki qalın giyinmişəm. Havalar sərin nə deyəcək. Görün bu kimdir. Alo. Hə Namik, salam, necəsən? Həzəriyyatqan var, rahat danış. Əlan, nə gözəl, təbrik edirəm, xoşbəxt olsunlar, nə olar, mən də gələrəm, lap ailəvi gələrik. Sinif uşaqlarımızın hamısına salam dinən, Lotqabaş orada deyil, Lotqabaş, Vasif. Əşi deyir, piyandır, ayılır sonra yadına düşmür. Əşi qoy nə dirdisin, Sizin həyətdə yığışırıq. Problem yoxdur. Nə deyir o? O piyan olanda elədir. Yadındadır, bir dəfə kətdən 40 dəyə balıq gətirdim Bakıya. Yadına düşmədi. Təzdən qaytardım, gətirdim kəndə. Düz bir ay ancaq balıq yemişik. Qaynanmışın, qızarmışın. Öpürəm Namik, xoşbəxt olsunlar, təbrik edirəm. Biz orada. Nə gözəl xəbər oldu. Niyə? Su da oradan da aydınlıqdır. Su aydınlıqdır. Qəmər! Dəmdə. Orada yatan qara. Mən bir tərəfdən doğrayıram, sən də o tərəfdən üyüdür səni. Kartofdan ye, kalpasaya əl vurma, salat düzəldəcəm. Ana elə deyirsən ki, bəyəkdən ajlar öləmdən, onda iyi çıxdı, mən dayanamıram, nə qarım? Yemək hazır, nə vaxt hazır olacaq? Nə vaxt baxıram, deyirsən elə salat hazırlayıram, Səbirli ol dana, görmürsən mənimin altında doğrayıram, hazırlayıram dana. Get dədənə kömək elə, orada yer belləyir. Bir dəfə də sən əlinə lapatka götür, yeri bellə dana, nə olacaq? Dədəmə kömək elə deyəndə ki, deyirəm, ay dədəm, ver kömək eləyim, dədəm deyirəm, bala, sən düz eləmirsən, ver özüm belləyim. Bellir, bir də görürəm ki, axşam düşdü, iş qutardı. Hər sözə də bir bəhanəm var, ha? Nə söz? Olmaz, gözdə. Gəlir, yoruldum. Neyinirsiniz Qəmər? Salat kat. Aynen. Ver bu katmasından bir Ay, ta nə oldu, hərə birini götürür, ta heç zat qalma da. Üzün yaman gülü. Xeyirdir mi? Xeyirdir. Sinif yoldaşım Namik zəng vurur. Deyir ki, sinif yoldaşımız Nemətin oğlunun sabah toyudur. Sıvaylarsın olsun ilahi, sıvaylarsın. Amin. Sıvaylarsın olsun, amin. Nə olur be? Bir sıvay qalmasın. Ona biz yavaş da, onu bəşləyəndə tez qəbul olur. Ya, nə biçimdən gəldi, partlayış oldu. Gəldi bu. Yığmışdı ki, sinif yoldaşlarımız sabah ona sürpriz eləyəcək. Yığışaq həyətə, oradan da gedək toya. Mənə gedərik, ailəli gedərik. Buy, mən niyə? Sən çağırıb sən getdin, mənə hara aparırsan? Gönə boşladı. Nətər yəni, sənsiz gedim toya mən? İşindir. Sən işindir. Getmirsən, mən aparacağım. Yox, valla sən orada nə işin var?
Sən o toyda nə işin var? Qəmər sənlə gedərik. Yaxşı? Atalardan qəşəng bir deyim qalıb. Deyir ki, kişi əgər həyat yoldaşı ilə xeyrə, şərə bir yerdə getməsə, o kişinin adına söz çıxar. Qoy. Birinci dəfədir belə deyim eşidirəm. Belə də ki, mən demişəm. Mən demişəm. Mən onu icad eləmişəm. Deyirəm da, nə eşitməmişəm. Birinci dəfə də eşidirəm. Ona görə də hazıra Təzə icaddır. bir yerdə getməliyik o toya. Yaxşı, yaxşı. Qoy bir dənə bunu hazırlayım, qoyum, qoşuya da yemək olsun. Yaxşı. Hazır. Mən də bunu aparım qoyum yerinə. Nə Yenə deyirsən gəlmişəm. lan? Sevindim. Kalpasan mı istəyirsən yerə? İştah qoyursuz adamda. Denə mən də başımdan, ha? Eşitmədin dedi yox. Da dədən yox dedisə qutardı, söhbət bağlandı. Füseyirəm, Всё. füseyirəm. Desən qıza getməyəcəm öndən sonra. Aclığa getməyəcəm, prinsipə getməyəcəm, da. Çıxadam mən, məsəbimdən çıxadam mən. Get bağdan petruşka dər gətir. Mən nə əmək burada, adaq elə petruşka gətir, keşik gətir, süt gətir. Hə, yeyəndə birinci sən basfiyəsən. Heç hazırlayanda kömək eləməm. Getməyəcəm ana, yalvarsaydım da getməyəcəm. Oy. Ay Qəmər, sən niyə yatmırsan? Nə bilim, ay Qasım, fikirləşirəm. 100% toyda oynamağımızı fikirləşsən, nə tər oynayacaq? Hə, mənə bax, mən dans, mans, belə şeylər oynayan deyiləm, ha. Bax, mənə o zakaz verib əsəbləşdirmə. Uzaq başı bir dənə sənlə naz eləməni oynayaram, bir dənə də ki, nəlbəki rəqsi. Vəssalam, qalanca sinif yoldaşlarımla oynayacağım, yaxşı? Onu fikirləşmirəm, ay Qasım. Mən nə bir Toya bir gedib çıxa bilək, qalsın oynamağımız. Nə olur be? Bunun geyimi var, bax paltarım yoxdur, bilmirəm nə geyinim. Yol pulumuz var, toya atmağa pul var, hamısının fikri məni götürübdür. Qəmər, səndə 50 manat vardı ya. Onu neynəmsən, xərcləməmsən? Nə xərcləmə, o boyda pulu mən hara xərcləyim ki? Hanı bəs o? Nə qarim ki, gətirim? Gətir. Gətir onu hara qoymuşsan, yaddan çıxar itirər səni. Gözdə. Görürüm, hara qoymuşsan. Dar günümüzün pullarını xərcləyirik elə hər dəfəsində. Əşi da indi lazımdır da sinif yoldaşımdır. Ora qoymuşsan. Ala bu 10. 10. Ala bu da 10. Bu. Ala bu da 10. Bula. 10. Hə. Ala bu 10'u da. Hə. O burası neyle? Ayna bax. Ha? Ayna bax. Ay Allah. Ala bu da 10. 10. 50. Mənəm, bu sən xırda bölüb bura nöş qoymuşsan. Mənim ağzım yanıb bir dəfə itkidən. Yadıma gəlir 20 manat itirmişdim, 20 gün özümə gələ bilmədim. İndi bax belə tikə qoyuram ki, itəndə hamısı birdən etməsin. Heç olmasa bir hissəsi itsin, qalanı qalsın. Mənə bax, Qəmər, toyda belə xırda ayıbdır. Sabah bunu bütöv eləyərik Bakıda. 50 manat salacaq, ayıb deyil. Buradan kətdən dur, basa get şəhərə toya 2 nəfər 50 manat. 100 salmalıyıq. Hələ sənin nəyin başında yoxdur, sənə də nəyisə almalıyıq. Da bu fikir məni öldürəcək. Ki düzələr də, da neyniyək, getməliyik də. Sinif yoldaşımdır, əziz adamdır. Hə? Sinif yoldaşın idi əziz adam deyir ki. Mənə baxı Qəmər, uzaq başı 50 manatda gedib bacımdan alarıq. Lazım deyil sən canım, bacından istəmə. Mən deyərəm qardaşım göndərər, kimdənsə taparıq. Bizə bacından istəmə. Ömür boyu təpəmə qaxacaq. Qardaşımın pulu puldur, mənim bacımın pulu puldur. Mən bu dərddən, bu fikirlə çətin yuxuya gedim, Qasım. Qəmər. Sabah toyda mən nə gün doğuşam. Gör nə deyirəm. Hə. Qəmər, deyirəm, Allah ölənləri rəhmət eləsin, rəhməti yatan deyir. İşte yaxşıdan indicə uzanmışdım. Rəhmətli atam deyərdi ki, Bütün keyfim körləndi itəmiz. Mam da bu qokusun avadanlarını alıp bu yığıb mənim yerim üstüne. Mən harda yatacağım? Səbrin olsam ama mən evlensem gəlin gətirəcəkdən, ha? Yaxşı, mən harda uzanım indi? Of,
təmiz. Dedim, bircə gün mənlə birləşməsə, gözdən yuxu getmirdən, hə. Nə var ya, qoy gedim dana, toydan, hə, nolaşma da dedim. Yəni, qoymur getmədən, hə. Nətər yana, qoymur getmə. O, nə sualdı mənə versən? Birincisi sual yox, söz deyirəm. Deyir, getmə, demək getmə də. Yəqin ki, bir bildiyi var. Nətər yana, o nə bilir ki, mən bilmirəm. Niyə mən, bax, geldim, qəşəb birini görüm, evlənim, ailə həyatı qurum, mən də xoşbəxt olumdan, hə. Evlənən oğlan toya baxmır, deyib evlənərdi. İndiyənə kimi ağzını ayırıb, evdə oturmaz deşdik. Və birincisi, əlini aşağı sal, hə. Əlini, hətcim, hə. Həstəkim, əli qulu daşmaya məndən, hə? Sən mən dinləmirəm, sən başın qaçıb, ha? Mən dal olmuşam, hə, konkret. Öz-özümə danışmaqdan mən dal olacam, hə? Deyirəm, öz-özümə danışmaqdansa ki, bir dədənlə danışım, hə? Mən yolu gətirdim. Allah şeytan ləhlə diləsin. Kimdir? Ay, nədir qoşu? Salam, axşamınız xeyir olsun. Çox üzr istəyirəm. Gecənin bu iradələrində... İradə kimdə? Ay? İradə kimdə? İradə kimdir bala? Deyirəm, yəni gecənin bu vaxtı sizləri narahat elədiyim üçün sizlərdən üzr istəyirəm. Mənə bax, ayaq ol. Gecə saat 3-də bu nə rəsmiyyətdir, nə olub? Deməyim odur ki, mənim hörmətli atam və eyni zamanda heç də ondan geri qalmayan hörmətli anam. Mən elə bir yatmaq istəyirəm hal-hazırda. Gözlərimi yuman kimi gözümün qabağında qəribə şeylər canlanır. Nə? Dedim, ailə ilə bunu müzakirə eləyək, ortaq məxrəcə gələk, görək bu nədən ola bilər. Danışır, başa düşürsən? Balam, nə danışsan sən? Deyirəm. Bir də loru dildə danışdan, ha? Hal-hazırda elə bir yerimdə uzanan kimi gözüm qabağında bir dənə toy canlanır. Bilmirəm kimin toydu. Bir el şənliyi idi. Mən içəridə belə oynayıram, qəribə havalar oynayıram belə. Yəni belə oynayıram, yemək yeyirəm, su içirəm, ona buna sağlıq deyirəm, absentlara çayba verirəm. Bəyəgərin əşək çəkdirəm, bu qəribə bir şey görürəm, bu nədən ola bilər görürəm. Yəni, bilirsiniz, ən çox nəyi dəqiqləşdirmək istəyirəm, yəni deyirəm, ailə bir yerdəyik, onu müzakirə eləyək, bir dənə ortaq mərədə gələk yenə. Mən bu toya gedəcəm, getməyəcəm, onu bilim. Bir dəqiqə dayan sən. Bala, birincisi, sən elə onu ancaq yuxuda görərsən. Gözəl cavab idi, bəli. İkincisi də ki, hələ mənim özümən getməyi sual altındadır, o ki qalmışdı sənin olsun. Yer get, yeribə yat. Mən də deyirəm, bayaqdan nə danışır? Burada çox gözəl bir sual yaranır. Ana, mən gözümü nətər yumum, yatım? Bir göz yummaq bilmirsən, yum dana, yum. Yum gözün qabağına toyuq düzə, qoyun quzu, mal-qaranı gətir, yatasın. Səhər də durarsan, heyvanatın altını təmizləyərsən. Yeri, deyirəm, buna nə olub görəsən. Gedib, məşq eləyib elə bil gəlib. Dur, gedək. Oğul, bax. Belə məqamlarda mənim Allah ölənlər üzü rəhmət eləsin. Rəhməti atam... Ata vaxtıdır gecə, bunun bu dəqiqə heç nə təsir eləmir. Sən də xoşdursan, bizi durğuzub baş edin. Get dana, get. Yatmışdıq gül kimi. Get. Gecən xeyrə qalsın, yeri. Qoşu, yerivə get. Gecəz xeyrə qalsın. Xeyrə qarşı, qadan alaram sənin. Get mamam boya, qurban olsun. Evə girən deyirə bildim bir nəhəng bir şey girdi otağa. Yaxşı hə? Get. Yat. Sən də qəribəsəni. Atavın səhər tezdən dediyi sözləri gecə nə deyirsən ki? Yadında saxla, gecələr sözü ancaq analar deyib. O da layla. Və atalarına vaxt deyib. Atalar sözü səhər tezdəndən, səhər yeməyi yeyən kimi deyiblər. Yat görək başımıza nə gəlir, görək nə tapırıq, nə qayırıq. Hə. Bildim. Evi yoxdur da, neynəmək olar? Oldu, çox sağ ol. Bu da deyir, biraz pulum var idi, o da heyvanlara ot almışam. Gələ, köftəmə oğul, ye. Bu da mənim. Mən tapa bilmədim pulu. Nə qayıracaq bə, pul da yoxdur paltar almağa.
Dedim ki, xalam qızından nəsə götürərəm, geyinərəm. Onu da zəng vurmuşam, deyir evdə yoxuq. Nə varacam? Dədə, ana, əslində mənim çox gözəl bir ideyam var. Aha. Yəni bu ideyanı deyib mən həyatımı dəyişə bilərəm. Elə bir ideyadır. Hazır ideyadır. Dede elə bir ki, gedmişsən toya. Qarağa çıxmasın. Xahiş edirəm. Evi qoyaq, pul götürək. Hansı evi? O nə danışır? Görsən Qəmər, sabah mən başımı yerə qoyam, öləm, bu evi bir dənə sünnət toyuna dəyişər bu. Görsən? Söz demək olmur, dana. Özünüz bilərsiniz. Mən heç bir danışmıram, mən Hətta yaxşıdır, dalaşmayın. Yeməyi hazırlamışam, yeməyinizi yiyin, çayınızı için. Mən də gedim görüm kimdən nə tapıram. Görüm kimdən nə götürəcəm, Qəmər, bunun danışığı var ha. Sənin verdiyin tərbiyədir. Oğlan uşağı anadan tərbiyə götürür. Görsən? Nə oldu elə pis olan kimi məndən götürür, yaxşı olanda nəsə səndən götürür. Yaxşı, dana sən dana gidelim. Ulan hanım mənim üzgür xanım? Ay Qoşqar! Qoşqar, mənim üzgür xanım hanı buradan bala? Qoşqar! Ha! Haradasan? Burada! Bala, mənim üzgür xanım hanı? Nəyin hanı? Üzgür xan hanı, üzgür xan? Üzgür xanın hanı? Toy otoyla nə tər uşaqdır, nə tər adamdır bu. Bana sənə min dəfə demişəm ki, mənim üzgür xanıma dəymə. Nöş dəymişsən ona. Ay dədə, sənin üzgür xanına dəyməmişim. Hamamda yerə çıxmışdı, götürdüm, gəldim. Şu üzüyü silməyindən gör biləm ki, sən üzüyü qırxmısan. Geçək kişisən, yalan danışma. Dəymə mənim üzgür xanıma. Bildim dana, mənim başqa bir üzgür xanı yoxdur evdə. Yoxdur, bu mənimdir. Bu mənə Allah rəhmət eləsin, ölənlərimizi rəhməti atamdan qalıb. Bundan baxay. Qırxmır bu, Qoşqar, qırxmır. Ay? Qırxmır bu. Qutaladım bunu, əli ezmasını görünə püskünə qoydum. Ay dədə, mənim ona, bax, sənin əzin sanıqa deyirəm, onun əlini dəymir. Yerə çıxmışdı, yerdən götürdüm, gəldim. Bala, yoxsa bu 8-9 dəfədən bu vəziyyətə düşməz də, qırxmır. Mən bununla həmişə 20-25-dən yuxarı üz qırxmışam. Qustalama mənim əşyalarımı. Yaxşı, inəm sonra dəyməyəcəm sənin üzgür xanına. Buna bax, qırxmır da, qırxmır. Xarab oldu da, xarab oldu. Rezba xarab oldu. Yerə xarab oldu, deyir, bir tibidinin putu xarab oldu. Rezbadana dəyişərsən, tədəsi olacaqdır, hə? Nə qədər söz eşitməmsən, get gir hamama. Qasım dayı halal olsun Qəmər xala. Hara gedir, səni də özündən aparır. Əşi aparır ya aparmağına, amma məni də özündən aparanda 2 qat xərcimiz çıxır da. Mənə lazımdır Qasımın sinif yoldaşının oğlunun toyu. Deyirən get tək otur, puluvu yazdır gəl də. İndi də toya 50 manat atdın, səni söyürlər. 50 manatdan da çox atdın, sonra gəlib evdə mən özümü söyürəm ki, mənə lazım idi bu boyda xərc. Qəmər xala, təkcə toy bayram olsun, pul tapılandı. Hə, tapılandı elə, tökülüb, hardan tapılacaq? Təkcə toyun pulundan qutarsa nə dərdimiz? Bu başqa xərclər də var. Geyim var, bu bəzənmə. İndi bugün sağ ol, sən bəzədin. Belə gedirsən bəzənməyə, bunun saçı var, bunun toyda bir ofisantın cibinə 2 manat qoymağı var. Sən nə qədər, yox, pulumuz var, o qədər pulumuz. Az çox qızartma, bu bir avro oldu, bunu biraz azalt. Qəmər xala, götür mənim paltarlarımdan geyin. Kim nə bilir, mənimdir. Onsuz da hamı şəhərdə prakat geyinir. Düz deyirsən. Doğrudan geyinə bilərəm sənin paltarından. Yaxşı deyir. Sən o Şəhlan qızın toyuna geyindiyin paltarın vardı, ha qırmızı, o durur. Yox, onu başqasından götürmüşdün. Sən də elə məni kimi başqasından götürürsən. Nəyin var bəs? Birazdan gələrsən, baxarsan, hansını istəyirsən, götürərsən, geyinərsən. Doğrudan. Elmi olar da sənin paltarların. Hə, olar. Всё. Paltarım düzəldi. İndi qaldı görək o buru xərcdə. Çox şey eləməyi, mənim yaşıma, başıma yaraşmaz. Biraz. Qasım sonra məni kəsəri, deyər az. Quş qoyma.
sən hara bəzənib düzəlmirsən? Nə geyinib keçirmirsən? Nə olub? Yavaş dur, verdim. Nə olub? Hə. Ana, Hə. nətər görsənirəm. Yaxşıyı hara getsən? Yavaş dur, ata bitməsin. Uy, siz toya gedin, mən də gizlin sizin arxanızı gəlirim. Nə danışırsan sən? Dədəm bir kitablıq söz dedi. Yenə də sözündən çıxırsan. Bax, qoş əsəbləşəcək deyirəm sənə. Ana, sən narahat olma lan ha. Toyun ortasında aləm bir-birinə dəydi, mən anidən restoran ortasına çıxacağam. Qoşu, toyun ortasında girirsən, əvvəlində girirsən, küncündə, bucağında girirsən, fərqi yox deyə harasında girirsən ki, dədən səni gördü mü, əsəb keçirdəcək, qanımızı da qaraldacaq. Fərqi var da, sənin qanın. Ayaqqabını yığışdır, ağzıma girmişdi. Fərqi var da, bax, dədəm içdisə, o olmur da, başa düşdün mü? Yanladı mı? Əmi oğlunun kiçik toyunda içdi. Bir paşka manatlığı dağıt dafsatlara. Bir paşka döldü. Yarım paşka değil, bir paşkanı koymaram axı. Ona görə deyəm ki, ana, dədəm içdi, keyfi açıldı bəs bax, kesin əvədə toyda içdi. Tək bunu dedim. Öyə gəldi, indənə kimi yadındadır. Gəldi belə məni çağırdı, belə məğrur belə dayandı. Bax, belə yellənirdi. Məni belə çağırdı, mən dedim, haycan dədə. Dedi, yanıma gəl. Yanına gəldim, dedim, haycan dədə. Əlini belə cibinə saldı, belə eşələdi. Dəsmalı belə çıxartdı. O qədər eşələdin, elə bildim, corabı çıxardasan, hə? Nədən, nənə? Hə. Dəsmalı çıxartdı, ağzının suyunu belə sildi. Təzdən dəsmalı belə cibinə qoydu, əlini atdı mənim boynuma, yaxınlaşdırdı, belə alnından 3 dəfə öpdü. Hə. Yadında saxla ki, övlad üçün dədənin öpüşü, sığalı dünyada hər şeydir. Onu bildim, övlad üçün dədənin sığalı hər şeydir. Dədə üçün də övladın onun sözündən çıxmağı bilirsən nədir? Bax, qoşu, gələsən, bütün qanımızı qaraldassan. Biz o toyda qanı qara oturacaq, bax, onda sonra sən məndən aman diləmə. Ondan sən narahat olma. Ayaqqabını yığışdır, dedin. Gedin, mən sizin dalınqıza gələm. Gördün, əgər dədəm bilirsiniz ki, belə arxaya baxmaq istəyir, qoyma. İndi hər ehtimalı qarşı deyirəm, yaxşı mı? Sən qalın aram. Nə, dana bu, müsahibə götürürsən məndən, tulla yenə. Ayaqqabım deyə bunu ara tulluyorum, sənin başına dönərəm. Narahat olma, git. Bax da. Bax. Bax, sənə dedim, eləmə ki, qanımız qaralsın. Narahat olma, git, yaxşı. Yaxşı, git. Böyüdü düzəlməkdə. Arxaya baxmayın. Kerabat! Var kerabat! Kerabat! Ay qoşqar, gəl get səhəri. Gəlirəm, get səhəri. Qoşqar xeyir ola. Bu vaxtı gəlir. Ay qoşqar, get səhəri. Öz həyatını da qapı niyə döyürsən? Çatdır bu yoldan, gəl də, Yətər. Gör, kimləri görürəm mən. Kimlər deyəndə təkənlər, kimlər görürəm. Söz var da, məsəl var, deyir kimləri. Odur kimi. Laf yaxşı. Dədəsini udmuşam, nərddə indi balası gəlib. Deyirəm, bəlkə gedək bir tas nərd ataq, sənə də udu. Sən ancaq mənim dədəmi udsan, nərddə udarsan. Mən bura başqa şey yürüyəmişəm. Xeyr ola, salamatçılıqdır, nəyə görə gəlmişsən? Salamatçılıqdır, narahat olma, kəri. Gör nə deyirəm, mənə biraz əl borcu verə bilərsən. Əl borcu nə qədər? Elə bir ki, evdəkilər toya gediblər. Mən qalmışam da, haradasa 50 manat toya salmağa 20 manata yox pulu. 70 manat. 70 manat. Qaynanamın pensiyası bizdədir. Onun pulunun üstündən götürüb 70 manat verərəm, amma bir şərtlə. Gərək 2 saata qaytarasan. 2 saata qaytararam, problem yoxdur. Hələ üstündə artıq pul qaytararam. Rəhmətli rəhmətsin, mən toya pul salmamış, mən sənin pulunu nətər qaytarım. Mən bundan artıq nə köməkli eləyə bilərəm? Mənim də gücüm buna çatırdı. Heç də Kərim. Sağ ol, üzün həmişə belə ağ olsun. Öpürəm səni, sağ ol.
Sağ ol, getdim. Amma nə olar ay qoşqar? Gün gələr səni nətdə odaram. Onda bilərsən kəramət kimdir. Balam gel havası sizi hürmetle salamlar. Qasım, bax o bitişə yer qalıb. Hamısını eləmirsən, bu bir dam oranda bellə gedək. Yox, Əməl, bəs yorulmuşam, səhər eləyərəm. Salam bölək, yorulmayasın. Yorulub, dədən yorulub uca bala. Dədəcən sənə nə almış? Nə? Nədir bu? Bizar. Birini seçin. Qırmızı Qırmızı mamın, mənim. qara sənin, Aha, ağda mənim. deyəm. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Bax, qardaşlar mebel. Əzəmət bizi göndərdi bura ki, dedi gedin mebelləri bəyənin. Oğlunuz qızımı alsa, hansı mebeli bəyənmişsiniz onu verəcəm sizə. Bəyənmədin? Nəyi bəyənmədin? Gül kimi mebelləridir. Yataq mebeli, mətbəx mebeli, qonaq otağı mebeli, yumşaq mebeli. Da nə olmalıdır? Nə olmalıdır oğul? Yox, mebellər bəyəndi mi? Hə. Əzəbətin qızım bəyənmədi. Əsas mebellər qəşəngdir. Qızı sonra bəyənərsən. Bəyənmədim. Nənə bax, olmayan qoşqarı evləndirirsiniz. Bu da gəlinimizin cehizləridir. Yox, evləndirməmişik. Özüm getmişdim Quix'in mağazasına. Bax, evimizə lazım olan şeyləri aldım. Bu robot toz sorandı. Özü toz soranlayacaq. Amma bu əl toz soranıdır, mən toz soranlayacağam. Bunu sənin üçün almışam. Şirə çəkəndə hər səhər meyvələri çəkəcəm, içəcəksən. Bu qoşunundur. Quix'in bu kofe dəmləyənidir. Bu bilirsən nədir? Toster. Bu əti qoyursan arasına pişirir, çörəyə qoyursan qızdır. O da özümündür. Bu fendir, saç qurutmağa. Bu ikisinin feni. Buna bax, şirvəmiz həyətini təmir elətdirir. Həyətin divarlarını da permolit boyaları ilə rəngləyir. Özü hələ belə boyalar döyür, Türkiyə istehsalıdır. Hələ bunlara bax. Bunlar nədir ki? İtaliyanın məşhur brendi Antigua Signoria'dır. Dünya rənglərlə gözəldir, permolit boyaları ilə daha da gözəldir. Ay Talih müəllim, bax kənddə gəzəkdə hansı oxu tədris mərkəzini məndən soruşurlar. Sən mənə qısa məlumat ver, mən də gedim onlara deyim də. Oxu tədris mərkəzində inklüziv təlimə əsaslanaraq erkən yaş dövrü, məktəbə qədər yaş dövrü, ibtidai sinif ev tapşırıqları, təlim və təhsil qrupları fəaliyyət göstərir. 9-dan 5-ə qədər gün rejimimiz var. Bu müddət ərzində uşaqlar həm öyrənir, həm sağlam qidalanır. Qasım kişi, necədir? Bəyəndin? Özüm də istədim uşağı olam. Gələn bu oxu tədris mərkəzində belə əylənəm. Gel havası sizi hürmetle salamlar. Şalvar nətər partladı, şalvar nətər partladı. Gəl də gəl, gəl oturaq bir yerdə fikirləşək görək nə edirik. Fikirləş deyəndə bunu vaxtında tükəndə fikirləşəydin da Qəmərdə. Qasım, mənim üstümə düşürsən elə. Sən də avtobusdan düşəndə fikirləşərdin ki, ayağımı atanda bu şalvar partlaya bilər. Şimdi mən nə bilim, mən sol ayağımı attım, sağ ayağım qaldı havada, part elədi, partladı da. Hayf dördü köhnə avtobuslar balaca. Hop verirdin, düşürdün, hop verirdin, yürüdün. Gələ süzüldü, gənə süzüldü. Nağayraq dayanaq burada. Nağayraq zəng eləyək toy yəsinə deyək ki, Qasımın şalvarı partlayıb gəlin toyumuzu burada eləyin. Gedək də ana. Bir şey fikirləşmək lazımdır da. Qasım, heç nə fikirləşmək lazım deyir. Gedək qabaqda bir dükana girək, iynə sap istəyək. Tikək geyin də ana. Bir dənə ol qalmışdı, yolun ortasında şalvarını çıxardır, verim sənə ki, gələ tik. Elə şey olur. Ay Qasım, çıxartmayasan, özüm burada əynində tikəcəm, gedəsən. Yox, sənə etibar yoxdur. Batırarsan onu mənə biabır olar o. Ondan nağayraq, gəl gedək bir mağazindən təzə şalvar alaq, giyin gedək. Şalvar 45 manat, 50 manatdır. Pul var şalvar almağa. Gedək xaloğlunun yanında bəlkə onun şalvarı var. Ya gedək də bikar eləyək. Gedək də, axırı ki gedək, dayanmayaq burada. Arkada gəl, arkada gəl. Narahat olma, arkada gəl, biabır oldu. Sumkamla tutmuşam, narahat olma. Keçin uşaqlar, keçin. Aferin sizə, aferin sizə. Oo, Qoşqar, xoş gördük, xoş gördük.
Bu ata bala öpər. Hə, buyur. Necəsiz Talib müəllim? Siz yaxşı olun, çox Yaxşı, şükür. yaxşı Siz olun. nətərsiniz? Mən də yaxşıyam. Məndən nə Talib müəllim? Vəziyyət yaxşıdır. İşte elə bunun üçün gəlmişdim. Elə belə Necə? deyirəm elə belə bunun üçün gəlmişdim. Gəl görüm nə olub? Nəsə narahatsan? Yox, Talib müəllim. Deyirəm yol boyu elə fikirləşə gəlirəm ki, deyirəm görən dərdimi mən kimə deyim. Deyirəm bəlkə çatım deyim. Sonra fikirləşəm ki, bəlkə çatım deyim. Sonra belə fikirləşəm ki, çatmamış nətər deyə bilərəm. Sonra qərar verdim ki, ən azından çatım deyim. Belə qalmışam hələ də deyim, deməyim. Qoşqar, sən mənim qardaşımın balasısan. De görüm nə olub, narahat olma. Talib müəllim, qolumdan belə tutursuz. Tutmum, dəymişəm. Hə, buyur. Hər şey qaydasında Talib müəllim. Sözün açığı, mən sizdən bir balaca xahişdə bulunacağam. Sözün açığı, mənə biraz xeyli pul lazımdır. Biraz xeyli pul. Sən xeyli pulu neyinirsən? Yavaş, Olma. Talib müəllim. Bu siz çox böyük məbləğdir, Talib müəllim. Xeyir üçündür. İnandırım sizi ki, özüm üçün istəmirəm. Pul problem deyil. Nə qədər desən verim 3, 5, amma atana deyim də. Bir balaca səbirli ol deyim atana. Yox, Talib müəllim. 3-5 nə deyirsən? Yox, bir dəqiqə gözünüz. Atam elə deyirsə, atam elə bir sərdə deyir. Bir dəqiqə üzr istəyirəm. Tam başqa bir mövzu deyil. Qardaş, böyüklərdən öyrənmişik ki, böyüklərə demədən böyük işlər görmək olmaz. Bəli. Siz də mənim bir böyüyüm. Buyur. Talib müəllim, 3-5 deyirsiniz, yəni elə deyil. Hə. Sən 45 manat. Narahat olma. Var, Nə vaxt problem oldu, gəl. Üstünüzdə qədər pul var. Gəl təşkil eləyəcəm. Yox, elə burada gözləyin, Talib müəllim, mən oturum. Əgər kiməsə mənə görə ağız atırsa Talib müəllim, lap məni ora gətirin, mən boyun alaram ki, o 45 manatı mən qaytaracağam. Talib müəllim, mən sizi çəlçanın altına salam verəm. Sakitləş. Sakitləş. Saçdan, narahat. Sən sağlığından vacib deyil. Gözdə gətirib gəl. Yaş Talib müəllim. Gözdə. Qadanı alaram. Həqiqətən gözəl insandır, həqiqətən gözəl insandır. Onu almağını anlamayıb, pulu qaytaranda nətər qaytaracağım? Bu 45 manata bir dənə. Yox, bir tər işləyərəm, əziyyət çəkərəm, il boyu geyinmərəm, yemərəm, içmərəm, amma o 45 manata qaytaracağım. Hə, hazırdır. Bizdə haçan gecikmə olub ki? Hə, narahat olma. Eş gör nə deyirəm. Demək, birazdan gələcəklər bu ofis masasını, bu ofis kreslosunu, bir də bu ofis dolabını gəlib aparacaqlar. Bu qardaşlar mebelin istehsal elədiyi seyf var ha, onu da verərsən üstündə gedər. Yaxşı? Boy, hə, gör kimlər gəlib, ay, xoş gəlmişsiniz, ha, xoş gəlmişsiniz. Ay Qasım. Oy, sən niyə əyilmişsən, hə? Salam aleyküm. Salam aleyküm. Nətərsən xala oğlu, nə var, nə? Heç nə. Keç otur görüm. Hə? Otur. Yox, oturmuram. Elə ayaqüstü dedim sənə deyim, çıxım gedim. Ayaqüstü söhbət olar, otur da. Yoxsa qəmər başı qoymur, sən gəlib burada oturasan, hə? Yox, niyə elə bir şey eləyim ki? Özü deyəcək. Denən Qasım. Otura bilmirəm, xala oğlu. Tanış həkimzad var, ha? Haran ağrıyır, de görüm. Yox, heç aram ağramır. Heç aram ağramır. Hə, oran ağramır, buran ağramır. Bir de ürəyimi partlatdın, axı. Sənin ürəyin partlayıb, mən də şalvarım partlayıb. Dedim ya, şalvar nətər part elədi? Denən də bunu bir yaxdan da. Ay Qəmər bacı, keç otur, keç otur. Bu, elə həminki Qasımdır. Uşaq vaxtı ağaca çıxırdı, şalvarı cırılırdı. Kolluğa girirdi, köynəyin cırılırdı. Həmin Qasımda bir qram dəyişməyib. O vaxt rəhmətli anası, Allah rəhmət eləsin, əziyyətini çəkirdi, indi də mən çəkirəm. Yox, yaxşıdır belə, belə danışaq da, xala. Dedi, otur da, deyirəm də. Yaxşı, oturum. Vay dedə, laf cırıldı bu. Sökülə gedir bu. Pambıq material belətdə xala oğlu, ballada dekildi ya, süzülür. Hə, de, canın sağ olsun da, burada nə var ki? İşin başına iş gəlir, hə? De, görüm nə olub, de. Xala oğlu, deyim deyəndə ki, vay dedə, deyim deyəndə ki, yəni bu toya gedirik. Həmişə işlər. Çox sağ ol. Şalvar da görsən də süzülür. Əl vurmamışam, süzülür öz-özünə. Dedim, bəlkə bir kostyumdan zaddan ola, verəsən giyinəm, dedim toy yola verim, gəlim. Belə oynayan mərəm. Toy yolu verim, gəlim, nə deyir? Güdək buradan kostyumların birini veriləcəm, sonra giyin,
get. Doğrudan deyirsən. Hə, verdim onu sənə. Burada var ondur. Hə, niyə yoxdur? Hardadır gedim götürüm? Ya indi durub bir yerdə gedərik. Durub deyəndə ki, sən dur da, mən duranmayacam. Sənin məsələn həll olundu, Sağ ol. hasat bir şeydir. Sağ ol. Qəmər bəy, səndən bir şey soruşacağım. Bu airfryer deyirlər, o Hə. yağsız yemək Hə. pişirir. Ondan anlayışım var. Hə, var. Başın çıxır da. Hə, başım çıxır. İndi onu alsaq, sən ondan başın çıxır da başa sala bilər. Hə, işlədərəm. Qəşəngcə nədə işlədərəm? Hə, lap yaxşı. Mənə bax, vaxtımız var. Hə, niyə yoxdur, gedək. Toya qədər. Ay Qasım, da görsən ki, airfryer deyir da. Bu imkan ver, toya qədər vaxtımız var. Hə, varımızdır. Var. Onda durun gedək. Gedək. Durun deyəndə Gəl, ki, Qasım, sən də gəl. Yavaş-yavaş tərpənin, mən gəlirəm. Hə, gedək. Qasım, gəl. Gəl. Uy, mənə soğuq apardı. Xaloğlu, kostyumun hardadır? Gəl Qəmər bazı, gəl. Gəl. Amma gör nə tər gedir, gör nə tər gedir. Bax, özün bax, seç. Hansı yaxşıdır, bax onu ha. Hə. Seç ay Qəmər, seç. Görsən. Əziyyət çəkir sizi. Hayır, nə əziyyəti var ya bunun? Bu olmalıdır da bu. Çox sağ ol, çox sağ ol xaloğlu. Bax. Deyirəm Qəmər, bizim nəsil bab elədir də, görsən. Hamısı ürəyi açır. Ürəyin olsun, üstür seç. Ən yaxşısı budur. Bax, QX. Mən internetdə baxıram, Qasım hərdən. Bütün qadınlar bunu tərifləyirlər ki, QX-inki yaxşıdır. Hara baxsan? İnternetdə. Axırız dəfə olsun ha, internet ha. Axırız dəfə olsun. Niyə? Baxmasaydım nə biləcəkdim? İnternetə Özdə girin. qiyməti də yaxşıdır, bax. Elə bu yaxşıdır, bunu alaq. Hə. Bu. Onda elə bunu deyirsənsə, sən məsləhət görsənsə elə bunu da götürək. Hə. Qasım. Hadi. Ayıb oldu. Yox, nədən ayıb olacaq? Mən də bunun üçün yumurta gətirirəm, pul almaram. Kət çorbası gətirirəm, pul almaram. Hə, amma necə xoşuma gəldi. Çox qəşəng, sağlıqla, sağlıqla. Mən də Yaxsız bişirəcəm. Əla, əla. Hə. Hə, deyirsən elə bunu götürək. Hə, götürək, götürək. Onda bir dənə bunu bütün qəşəng hədiyyəlik götürək gedək. Hə. Sən nətərdir, bu arvadın xətrinə dəymişəm. Elə bir ki, küsüb də məndən də. Neçə vaxtda elə bax, bundan istəyirdi. Dedim elə qoy bunu alım hədiyyə kimi bir sürpriz eləyim ona. Mənə bax, Hə. Onu arvadın üçün alırsan. Və kimi alırdım ki? Bəs, nə? Nə əcəb indiyə qədər evinizdə yox idi bəs? Dedilər ki, bu təzə çıxıb, ona görə də elə dedim bunu alım da. Hə, yaxşı elədim, halal olsun. Mən gedirəm, siz şey eləyin, gəl. Halal olsun, xaloğlu. Bu da sənin tərifli qohumların. Qasım, mən sənin qohumlarından yarımadım da, yarımadım. Amma mən yarıdım. Şalvar verdi də, nə istən? Partlamış deyə şalvarım. Yaxşı sən canım. Sevincim qursağımda qaldı. Alarıq bundan biz də, hə, Qasım? Şunə çalmırıq. Gələrik QX-ə, ondan bir dənəsini götürərik. Canımsın. Gəl. Gedəcəm olsa toyun ortasına çatağa gecikdik. Toy qutardı, biz qaldıq burada. Buyur. Mamam, dədəm də olur. Dədə! Buyur. Dədə! Gözün. Bu... Buyur. Nətərdir? Buyur, qoşu, sən hardan çıxdın? Daha gördüm pulumuz yoktu. Daha mən də toy yaparmışsa qız. Mən də o pulu düzdür qoşdum. Valla sən söz eşitmirsən. Hə? Atay deyir, pul düzüb qoşmuşam da, nə məsələ pul deyil. 5-10 manata mən bunu hara aparım? Vay dədə, stolun qiyməti 45 manat deyil. Düzüb qoşmuşam da sənin nəyinə lazımdır. Bu kimdən tapdın? Dostum da sənin nəyinə lazımdır. Sən də gedəkdən keçdik. Heç olmasa bəyəcəli göründən. Mən həyatdan belə yardımdır bəyəcəli göründən. Gedək. Qasım, heç olmasa bilirsən hansı şadlıq evidir? Nemət dedi ki, sinif uşaqları dedi ki, həyətə yığışaq, oradan gedək, ona sürpriz eləyək. Hə, olsun, lap yaxşı. Evlərini tanıyırsan? Evlərin deyəndə bu kənd kəsəyə görə o qədər onun qapısına borca getmişəm ki, nöş tanımıram. Hə, gedək onda, gedək gecikməyək. Onlar çıxıb gedərlər, sonra qalarıq. Ona deyirəm avtobusdan gedərik, gecikməyək. Avtobusdan gedib, uzaqdır mı? Yox, budur, buradır, gəlin getdik. Gəl. Buradır, qapıları var buradır. Budur? Hə, budur. Və hanı toy maşınları, gəlin maşını, heç nə yoxdur axı burada? Mənim ürəyimə damdan, mənim ürəyimə damdı ki, biz geyişəcəyik. Bax, görsən, bütün həvəslər düşdüm. Bəlkə həyətdə saxlayıblar, dayanma, bir. Bu zəhərmar telefon da söyləyir, mən yığa da bilmirəm. Yavaş yıxılarsan. Nemət!
Geldim. Geldi. Bak, kimi görürəm mən. Hoş gəlmisiniz, hoş gəlmisiniz. Necəsən qardaş, nə var, nə yox? Necəsən? Salam Melike. Sağ hoş gəlmisiniz. Gəlin içəri evdə söhbət eləyək. Şu evə niyə? Gedək şadlıq evinə də. Nə şadlıq evi? Nə danışıyorsunuz? Şadlıq evi nədir? Oğlumuzun toyudur. Yox, o toyuna gezir. Yox, dünənlərin Namiq zəng vurdu. Dedi ki, Neymətin oğlunun sabah toyudur, bu günsün. Namiq özü həyətdədir, yiyib içirik orada. Toy zat da yoxdur, nə toy? Nətər həyətdədir, çağır onu bəhəri görüm. Ödə gəldi. Gəldi. Qasım, nə açıq burada? Nə yesən burada? Dünən düdgün yadından çıxıb. Ayda, o bilsə nə idi? Dünənləri sinif uşaqlarına yeyib içirdi də. Dedi, nə, bir dənə Qasımla zarafatlaşaq. Oğlum, mən nə bilim, ala, bu durub gələcək bura. Sən mənə zarafat eləmsən? Aha, mən nə bilim, ala, sən durub gələcəksən bura. Pulumu da verərik də, sən narahat olma da. Hala, indi iskil olub da bilməyib. Lazım olsa pulu mən verəcəm, sənə narahat olma. Yox, bir dəqiqə dayan onu. Mənim pulum yoxdur toya gəlməyə. Mən arvadımla, uşağımla gəlmişəm ki, bunun oğlunun toyudur. Sən belə eləyirsən, mənə zarafat eləyirsən. Sən məktəb vaxtı belə deyil, ne fağır uşaq idin. Sən nə dəyişdi? Ola bilər, sən biraz əlvə imkan gəldi, biraz pulun çoxaldı. Sənin kağız-çuğuzun məndən çox ola bilər. Qabiliyyətin, qanacağın məndən hələ ki azdır. Elə bu hərəkətivə görə. Əşi, içki də aləmidir də. Kəs günahından. Hələ pulu mən verəcəm, narahat olma. Yox, neynirəm mən sənin pulumu ye? Pul zad lazım deyil mənə. İşdə söz, yığışın, çıxaq gedək. Toy zad yoxdur. Mənim üzr istəyirəm, ümumiyyətlə sizin kimi pullar var ha. Bizim kimi kasıfların o ürəklinin böyrünə heç vaxt başa düşə bilməz. Sizin o pulunuz var ha. Bizim o zənginliyimizi heç vaxt ala bilməz. O pulumuz, o da siz. Sağ ol oğlum. Yığışın, çıxaq gedək. Gedəyim biz. Onda biz də gedək də. Gedin. Gedəcək sən. Gedin. Davam edək. İyi biçmək xaraşo. Mənə bax, pis olmuyor. Pis olmuruq ay Qasım. Bir şey demək istəyirəm, amma əsəbləşmə, yaxşı. Pul qalıb, toya getmədikdə toya pul atası olmadıq. Gəl həmin pula gedək sənə şalvar alaq. Yox, neynirəm şalvarı. Bilirsiniz nə var? Gəlin gedin o pula, ailəvi, yoldaşımla, oğlumla oturaq, yiyək, içək. Məndə də 45 manat var, o 45 manatı bugün darıdacağıq. Vəssalam. Bax, bir şalvar alaq, sonra xalqın şalvarın geyinmişsən. Yox, şalvar qəşəkdir, əynimədir. Bilirsiniz nə var? Getdik, yiyib içməyə. Gedin, siz qatın, sizlə qatın, sizlə qatın. Qatın, qatın, başını tırsın, qatın, başını tırsın. Hər həftə olurlar olar şəhərdə. Yerləri yoxdur, nə göydə, nə yerdə. Qəribə bəlalar çəksə də başları. Həmişə gülüş var bu üç nəfərdə. Kənd havası, keçələr yolları boşdur. Kənd havası, təmiz insanlara xoşdur. Kənd havası, gülər sadə adamlar. Balam, kənd havası, bizim azadə adamlar. Kənd havası, gör nə gözəldir. Kənd havası, keyfi güzəldir. Kənd havası, gülər sadə adamlar. Balam, kənd havası, sizi hörmətlə salamlar. Yayımın baş sponsoru Bizon, xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, QX Mənşət Texnikası, sponsorlar Oxu Tədris Mərkəzi, Permalit Boyaları.